Mike, François Bota 6-nın 1 nisbətində underdogdur. Bu barədə nə deyə bilərsən? Bu barədə heç nə deyə bilmərəm. Rəqəmlərdən elə də anlayışım yoxdur. Edə biləcəyim bircə iş var. O öldürmək. Yaxşı, döyüşsüz 19 ay barədə nə deyə bilərsən? Hə, nə olsun? Yəni bu sənə problem yarada bilməz? Baxarıq, buna heç inanmıram. Sən döyüşlərə çox böyük qəzəblə çıxırsan. Bu, sənə qarşı işləyir, yoxsa sənin lehinə işləyir? Əşi, kimin nəyinə lazımdır? Biz onsuz da döyüşürük, nə bilim. Misal üçün, Holyfielddə döyüşdə qəzəb sənə qarşı işlədi. Əşi, s***ana, neyniyim? Nə oldu, o da oldu. Mike, belə danışmaq nəyə gərəkdir axı? Mən səndən necə istəyirəm, elə danışıram. Əgər sənin problemin varsa, televizoru söndür. Bilirsən nə var? Elə indicə biz söhbətimizi bitirəcəyik. Lap əla, sən bu. Aha, sənə xoş döyüşlər, Mike. Rədd ol. Ey, Mike, mən əldən daha möhtəşəməm deyən Floyd haqqında nə deyə bilərsən? O boş-boş danışır. Qulaq asın. Əgər o əlinin dahiliyinin bir addımlığında olsaydı, uşaqlarını özü aparardı məktəbə. O, uşaqlarını sərbəst formada məktəbə apara bilmir və o deyir ki, mən dahiyəm. Dahilik insanlardan uzaq olmaq demək deyil. Dahilik odur ki, insanlar səni qəbul edir. O, öz uşaqlarını özü məktəbə aparmır. O, balaca və qorxmuş insandır. O, çox balaca və qorxmuş insandır. Ey, gəd o koftanı anava geyindir, ağdərli alçaq. Gəl onu mənim üzümlə sənin dağıdacam mən. Alçaq, sən heç mənə əl də vura bilməzsən, buna kişiliyin çatmaz. Sən diri-diri yiyərəm, q***ıq. Get cəhənnəm ol buradan. Gəl o sözü mənim üzümlə səni hamının qabağında dağıdın. Gəl bura, q***ıq. Mənlə söhbət eləməyə sənin kişiliyin çatmaz. Sən mənim dünyamda heç 2 dəqiqə qala bilmərsən. Bax, gör necə kimi qorxursan. Balaca kimi qorxursan, əsl kişidən qorxursan sən. Sən məni sevənə kimi səni... Sənin tənqidçilərindən kimsə ola bilsin desin. Qabaqdan seçkilər gəlir, sən isə tutulmuş təcavüzçüsən. Bu isə seçki öncəsi kampaniyaya təsir edə bilər. Cavabın nə olar? Bilmirəm açığı, yeganə insan sanki səndən eşitdim bunu. Buna deyiləcək sözüm yoxdur mənim. Çünki bu negativdir. Sən də negativsən. Mən icra başçısı ilə görüşdüm. Artıq bununla heç nə demək olmaz. Maraqlısı odur ki, sən mənə xoş insan kimi gəldin, amma əslində sən parçasısan. Mike. Get cəhənnəm ol buradan, sən boş-boş danışdın. Mike, biz canlı efirdəyik. Mənim vecimə deyil, neyniyəsən ki? Yaxşı, bugün şovda iştirak edirsən, onun haqqda danış. Şounu görənlər artıq bilir o necə şov olacaq. Sən şovda iştirak edəndə daha çox həyəcanlanırdın, yoxsa boks döyüşünə çıxanda? Bilmirəm. Əslində məni burada sənin kimi gözəl bir parçası ilə oturub söhbət eləməyə məsələşdirir. Yaxşı, Mike. Yox, sən parçasısan. Biz müsahibəni dayandırırıq. Çox sağ olun gəldiyiniz üçün. Get.